olsun. Birinci növbədə tikinti sahəmiz belə başladı. Biz 2008-2010-cu illər ərəfəsində mən artıq layihəçi olaraq bir şirkət yarattım. Özüm də inşaat mühəndisiyəm, memaram və bu sahə bizim üçün biznes məqsədi ilə qurulmuş bir sahə deyil. Başlanğıc olaraq öz ixtisasım üzrə bu sahədə addımlar atdım. Və ilkin mərhələdə biz memar olaraq mən layihə bir şirkətimi yarattım və biraz çətinliklərimiz oldu. Təbii ki, işin əvvəlində hər kəs kimi biz də müəyyən çətinliklərdən keçdik. Amma buna baxmayaraq çox, belə deyək də, yaxşı addımlar atdıq. Və layihə şirkəti olaraq bir 2 illik fəaliyyətimiz oldu. Bu 2 illik fəaliyyətdən sonra açığı öz düşüncəm oldu ki, elə şirkətin adında da Bakı Tikinti adından belə nəzərimdə artıq tikinti hissləri oyanmışdı. Tikinti ilə bağlı gedişatlar məndə artıq yaranmışdı. Və biz tikinti ilə bağlı ilk layihəmizi artıq bu layihəmizi hazırladıq və yeni bir proje şəklində tikintiyə başladıq. Uğurlu nəticələr əldə elədik. Təbii ki, təcrübəmiz illərdən sonra daha da yaxşı formalaşdı, amma işin əvvəlində müəyyən çətinliklər istər-istəməz olur. Və belə bir addım atdıq. Layihə şirkətindən sonra artıq mən layihəçilərimi ofisə gətirdim, özüm tikinti sahəsinə kökləndim. Və bu sahədə də bu günə qədər, indi yəqin ki, siz də baxmısınız, yaxşı nəticələr əldə etmişik. Bugünə qədər həyata keçirdiyiniz layihələr arasında ən çətin və ən qürur duyduğunuz layihə hansı olub? Deyərdim ki, ayrıcalığa bölməyəcəm. Əslində, hər bir layihədə çətinlik var. Mən düşünürəm ki, bir layihəni xüsusi olaraq qeyd etməyim heç doğru olmaz. Çünki layihənin özü, hər bir layihənin öz ağırlığı və öz çəkisi var. Bu da ki, bizim işə qarşı yanaşma tərzimizdən asılıdır. Yəni, biz məsuliyyətlərimizi, biz çətinlikləri nəzərə alaraq, oradakı yaranan məsələləri nəzərə alaraq hər bir layihədə bunu göstəririk. Amma istər-istəməz layihənin həcmindən asılı olaraq, layihənin böyüklüyündən asılı olaraq son layihəmizi deyə bilərəm, Allah şəhidlərimizə rəhmət eləsin. Qarabağda, Xankəndində biz böyük bir layihənin icraçısı olduq və 1 il yarım münasib müddət ərzində, belə deyim, çox çətinliklərdən keçdik, amma şükürlər olsun ki, layihəmiz yaxşı səviyyədə, belə deyək də, tam təhvil verildi. Layihəmizin açılışında cənab prezident iştirak elədi, çox qürur hissi duydu. Başda cənab prezident olmaqla, yəni bu uğurda əziyyət çəkən hər kəsə təşəkkürümüzü bildiririk ki, bizim üçün fəxrdir ki, biz orada, o torpaqlarda, belə deyək də, böyük məmnuniyyət hissi ilə bu işləri icra eləmişik. Və şükür ki, belə uğurlu nəticələr əldə elədik. Amma bütün layihələrimizdə də çətinliklər olmasına baxmayaraq, biz o keyfiyyətimizi nəzərə alaraq işlərimizin həmişə icraatında, belə deyək də, yaxşı nəticələr əldə eləmişik. Amma çətinlik tikinti sahəsində bütün işlərimizdə var. Sadəcə işin həcminə görə, işin böyüklüyünə görə müəyyən çətinliklər daha çox olur. Bu bizim Xankəndi layihəmiz olmuşdur, məsələn. Qürur duyduğunuz. Bəli. Tikinti sektorunda ən çox rast gəldiyiniz yanlış təsəvvür nədir? Yanlış təsəvvürlər, belə deyim də, biz daha çox yanlış deməzdim. Bəzən təəssüratlar da, misal üçün, müştərilərlə uzlaşmalarımızda müəyyən məsələlərdə yarana bilir belə hallar. Deyim ki, təsəvvürümüzdə baxış eynidir. Çünki istiqamətimiz var. Hər şey layihə əsasında həyata keçdiyi üçün elə bir çətinlik və ya da digər məsələlər baş vermir. Amma daha çox o təsəvvürümüzdə müəyyən vəziyyətlərin yaranması bu qarşılıqlı münasibətdə olur. Çünki insanın keyfiyyətlər istər-istəməz təsir edir. Hər kəslə uzlaşmaq olmur. Amma nəticə etibarilə öz icraatımızda, bütün proyektlərimizdə, belə deyək də, o təsəvvürümüzdə yanlışlıqları da arxalardan götürmüşük. Çünki, belə deyim, yanaşmamız bir, istiqamətimiz bir. Yəni, hər şey tam reysə uyğun olaraq, layihə əsasında və işçi heyətimiz standartlarımızı qoruyur, digər məsələlərə nəzarət edir. Bu səbəbdən deyərdim ki, elə bir narahatçılıqlarla üzləşmirik.
və nəticədə yanaşmamızın əsasında o keyfiyyətlər artıq işin sonunda öz belə deyək də nəticəsini göstərir. İnsanlar ev alarkən və ya tikdirərkən ilk növbədə nəyə diqqət etməlidirlər? Çünki bəzən müştərilər makler evidir deyə tərəddüd eləyir. Ağıllı müştəri bəzən evə baxan kimi bilir ki, maklerin ümumiyyətlə bu makler evi anlayışı nədir? Belə deyim mən sizə də, əslində gəlin biz bu makler deyəndə əmlakçılardır. Biz bunları pisləməyək. İşini düzgün şəkildə icra edən yaxşı yoldaşlarımız da var. Bu hər kəsə şamil etmək olmaz. Sadəcə insanların təsəvvüründə bu tikinti sahəsi elə bir işdir ki, burada artıq yaxşı suala toxundunuz. İndi bu haqda sizə ətraflı məlumat vermək istəyirəm. Belə deyərdim, yəni bu əmlak işində də işlərini düzgün şəkildə icra edən yoldaşlarımız var, bizim həmvətənlərimizdir. Yəni ümumi danışa bilmək var. Amma bunu deyə bilərəm ki, bəzi dırnaqarası iş görən yoldaşlar var ki, hansı ki ümumi tikinti qiymətlərini aşağı salaraq, belə deyək də, tikinti keyfiyyətlərini aşağı salaraq, sadəcə kosmetik gözəlliklərə müştəriləri aldadıb, digər məsələlərə toxunub və nəticədə belə bir makler anlayışı çıxır ortalığa. Amma evi və hansısa bir fərdi yaşayış evini alarkən, birinci növbədə bu elə bir işdir ki, belə deyim də, doğru dildə desək bir bağlı qarpızdır da bu. Yəni bir meyvədir. Bunun içini açmasan, burada tərkibində hansı keyfiyyətlər var, onu bilə bilmərik. Ona görə bu iş öncəlik olaraq fundamentdən başlayır. Yəni hansı ki, bünövrə mərhələsindən başlayır. Ən azından bünövrənin betonun keyfiyyətinə fikir verilməlidir. Hansı daş istifadə olunub, yəni bu hörgü beton konstruksiyası əsasında tikilibsə tikintimiz, orada daşın keyfiyyəti də önəmlidir. Sırf beton konstruksiya tikilirsə, burada birbaşa istifadə olunan materiallar, yəni armaturdur, betondur, bunların keyfiyyəti nəzərə alınmalıdır. Və tikintinin ən əsas şərtlərindən biri layihə əsasında diaqonalın düzgün tutulmasıdır. Yəni tikinti ərazisində birmənalı şəkildə diaqonal, yəni düzgün, kodlaşdırma düzgün olmalıdır. Səviyyə fərqi öncədən təyin olunmalıdır. Və layihədə artıq fikir verəcəyimiz nüanslar evin diaqonalı, istifadə olunan materialların keyfiyyəti və hörgü və tikintinin hansı qaydada aparılmasıdır. Yəni bunun üçün də icraçıdan önəmli, biz icraçılardan əlavə olaraq sahə rəislərimiz, prorablarımız işə nəzarət mütləq şəkildə düzgün aparılmalıdır. İş müddəti ərzində bu məsələlər olmadığı üçün, bax, bu tikintilərdə də bəli, bu makler anlayışı olur. Misal üçün, nəmişlik problemi yaşayan soydaşlarımız var, hansı ki öz evlərində. Bünövrədən yaxşı tökülmədiyi üçün evlərin müəyyən hissələrində çatlar yaranır. Bir müddətdən sonra damda problemlər, su axıtma məsələləri yaranır. Sonra düzgün izolyasiya olunmadığı üçün fasadda, misal üçün, vurulan tarçovka olsun, digər fasad üzlük materiallar olsun, bunlar bir müddətdən sonra artır. Bu problemlər öncədən keyfiyyəti nəzərə alınmadığı üçündür və bu da ki, artıq istər-istəməz qaçınılmazdır. Çünki ölkəmizdə hər kəs bu işi yaxşı şəkildə icra eləsəydi, yəqin ki, bu inşaat bazarında belə deyək də, az sayda keyfiyyətli iş görən insan olmazdır. Yəni, əksəriyyət təbii ki, keyfiyyətsizliyə üstünlük verir, amma düzgün müştərilər, düzgün seçimi olan yoldaşlarımız da var ki, bəli, bizim və digər şirkətlər olsun, bizlə paralel işləyən yoldaşlar var. İşin keyfiyyətinə nəzarət olduğu müddətcə düşünürəm ki, tikintidə belə bir problemlər yaranmayacaq. Bəs vətəndaş necə ayırd edə bilər? Onun başa düşəcəyi dildə nələrə diqqət etməlidir ki, keyfiyyətli olub-olmadığını müəyyən edə bilsin? Adətən, məsələn, deyirlər, təkdaş evlər qışda soyuq olur, təhlükəlidir, zəlzələdə məsələn sökülə bilər. Baxın, birinci növbədə təkdaş, cütdaş anlayışı bunu sizə, əgər ev beton konstruksiya ilə tikilibsə, yəni doğru dildə deyək, misal üçün böyük binalar fikir verirsiniz, birinci növbədə beton karkas qurulur, sonra hörgü işləri icra olunur. Bu təkdaş anlayışı bu qaydada tikilibsə, misal üçün 30-luq kərpiclə və yaxud da ki, müəyyən hissələrdə təkdaş istifadə etməklə tikinti keyfiyyətində böyük bir problem yaratmır. Amma nəticə etibarilə evin fasad divarları, hansı ki çöl divarları, birmənalı şəkildə cüt daş tikilsə daha məsləhətdir. Səbəb nədən ibarətdir? Həm bu keyfiyyət baxımından daha üstün olur. Soyuğa davamlı. Soyuq məsələsi deməzdim. Soyuq məsələsi və yaxud da ki, nəmişlik məsələsi və yaxud bu isti soyuq halları nəzərə almaq üçün birmənalı fasad üçün izolyasiya materialları var.
Yəni bunun qarşısında misal üçün fasadda daş yünü istiqlamat, misal üçün daş yünündən istifadə edib fasad izolyasiya etmək olar. Müəyyən fasad üzlük materialları var ki, izolyasiya üçün tədbirlər görülür. Yəni bu isti soyuğun qarşısını almaq mümkün olur. Amma təkdaş anlayışı birmənalı fasad üçün ziddir. Mən açıq deyim. Yəni bunu tərəfdarı deyiləm. Biz tək daşı ancaq ara kəsmələrdə istifadə edə bilərik. Yük daşımayan müəyyən bir hissələrdə istifadə edə bilərik. Amma ümumi tikintidə mən düşünürəm ki, çöl fasad divarında tək daşla eləmək bu sərfiyyatı azaltmaq deməkdir. Bu evi tikən, misal üçün hansısa bir sahibkarı mı deyim və yaxud da ki, iş görən danışıram və yaxud da ki, hansısa bir maklerim mi deyim və yaxud hansısa bir prorabım mı deyim, hansısa bir fərdi vətəndaşım mı deyim. Yəni, bunların yanaşması sərfiyyatı azaltmaqdır. Bizdə birmənalı olaraq, yəni bu ilk günlərdən belədir, ümumi xarici divarlarımız birmənalı şəkildə cüt daşla tikilir. Bunun da səbəbi həm keyfiyyətdir, həm fasadda bir nömrəli kubik, hansı ki, keyfiyyətli kubiklər güzləyən daşını istifadə edirik və yaxud da ki, ərazi üzrə keyfiyyətli daş istifadə edirik. Həm burada binanın dayanıqlığında müəyyən rol oynayır. Bundan əlavə, misal üçün, danışdığımız o izolyasiya, soyuq-isti məsələlərində müəyyən qədər köməklik göstərir. Plus da ki, ev daha uzun ömürlü olur. Yəni, burada təkdaş anlayışı fasadda birmənalı ziddir. Yəni, mən bunun tərəfdarı deyiləm. Son illər tikilən bəzi binalarla bağlı keyfiyyət şikayətləri səslənir. Sizcə əsas problem nədən qaynaqlanır? Xüsusən də bu sosial evlərdə müşahidə edirik ki, deyirlər, alt qonşudan səs gəlir, belə deyim də, zamanla çatlayır. Mən sizi gözəl başa düşdüm, yaxşı sualdır. Ümumiyyətlə, hər bir vətəndaş, hər bir, misal üçün, ev almaq istəyən, düşünürəm ki, soydaşlarımız, birinci növbədə aydın məsələdir ki, ölkəmizdə bugün inşaat sektorunda çox böyük irəliləyişlər var və öncədən də qeyd etdiyim kimi, bu hər kəsə şamil oluna bilməz. Aydın məsələdir ki, bu yanaşma ilə bağlı bir məsələdir. Yəni, inşaat şirkəti davamlı olmağını fikirləşir, yoxsa daha çox qazanmağını fikirləşir. Və burada nüans bu məsələdən ibarət. Davamiyyət bundan ibarətdir ki, bir mənalı biz keyfiyyəti nəzərə almalıyıq. Yəni, daha keyfiyyətli iş, daha çox qazanc deyil də, az qazancdan qane ola bilərsiniz. Amma misal üçün, həm keyfiyyəti azaltmaqla, yəni keyfiyyəti azaltmaq hardan başlayır? Birinci növbədə betondan başlayır. Çünki böyük sosial evlər dediyiniz, fərdi yaşayış evləri olsun və yaxud da ki, yüksək mərtəbəli binalar olsun. Burada binanın əsas təməli, özəli beton. Bu səs məsələləri ilə bağlı yenə deyirəm, bu hamısında ola bilər. Yəni, çünki beton konstruksiya olan binalarda da ola bilər, örgü betonda da ola bilər. Sovet dönəmi bəli, onda da olan var. binalarda var. Sovet dönəmi olan binalarda da var hətta. Misal üçün, Leningrad proyektləri olsun və yaxud da digər proyektlər olsun, binalar var. 5 mərtəbələr, 9 mərtəbəli binalarımız var. Bunlarda da var bu məsələ. Adətən, üzr istəyirəm, sözünüzü kəsirəm, o Sovetdən qalma 9 mərtəbəli binaları adətən sökülürlər. Bəzi daşınmaz əmlak ekspertləri deyir ki, onların betonu çox möhkəm olduğuna görə, çox xərc apardığına görə sökülmür o binalar. Amma halbuki nə qədər yararsız o cür binalar var. Yox, belə deyim də, o binaların, o istismara yararlı olması binanın, belə deyək də, var elə binalarımız. Misal üçün, köhnə 9 mərtəbələr olsa da, 5 mərtəbələr olsa da var. Sadəcə artıq bina öz, belə deyək də, yaşayış şəraitini artıq tamamilə bitiribsə, burada yaşamaq təhlükəlidir. Yəni, bu bir mənalı, bu haqda düşünmək lazımdır. Mən öncəki məsələyə bir toxunum, bu haqda sizə məlumat verəcəm. Yəni, bununla bağlı, bu səslə bağlı narahatçılıq bir mənalı izolyasiya tədbiridir. Bunların qarşısını almaq mümkündür. Sonradan almaq mümkündür. Bəli, mümkündür. Amma ümumi tikinti keyfiyyətində problem varsa, həmişə dediyim bir məsələdir. Təmiri istənilən üslubda müştəri öz istəyinə uyğun və yaxud da büdcəsinə uyğun sadə bir təmir edib, müəyyən müddət bir yaşamaq üçün, belə deyək də, təmir heç bir narahatçılıq yaradır. Amma tikinti standartlarına toxunmaq olmaz. Yəni, burada bünövrədən başlayaraq, ta ki, dam bağlanana qədər gedişat norma və qaydalara uyğun olmalıdır. Biz maksimum dərəcədə azalmalara imkan verməli deyilik. Yəni, azalmalar burada yük daşıyan kolonlarımız olsun, betonun qalınlığı olsun. Ən əsas məsələ betonun markası və istifadə olunan armaturu keyfiyyəti. Yəni, keyfiyyət də necə təyin olur? Armaturun markası var. Zavod istehsalı armaturda dəmirin keyfiyyəti daha üstün olur.
Bu elastiklik yaradır. Yəni adi biz fundamentdə, qəlibdə, misal üçün keyfiyyətsiz armatur əyləndə sınır. Bu keyfiyyətsiz dediyiniz zavod deyil, bəs haranın? Sex armaturlardır. Misal üçün markasını aşağı salırlar. Yəni bu ad olaraq deyə bilmərəm təbii ki, amma var. Yəni bugünkü gündə keyfiyyətli mallar olduğu üçün keyfiyyətsiz materiallar da var. Bu materialların belə deyək də keyfiyyəti artıq işdə müəyyən problemləri yaradır. O armaturları istifadə etmək olar həyətdə styaşka verəndə, hansı ki yerə müəyyən bir styaşka beton eləyəndə, həyət işlərində, nə bilim, belə götürək də, birinci mərtəbə kürsünün içini misal üçün doldurmuşuq, izolyasiya eləmişik, onun polunda adi sertifikatlılar biz armatur istifadə edirik orada. Amma yük daşıyan mərtəbə arası olsun və yaxud da digər bina, təməl kolonlarımız olsun, təməldən başlayaraq daşıyıcı kolonlarımız olsun, burada bir mənalı keyfiyyətsiz armatur istifadə edilir. Və betonun markası minimum 350 marka olmalıdır. Yəni bunun da təyin olunması üçün, bəli, layihə əsasında konstruktiv həll var. Yəni ümumi binanın memarlıq layihələndirilməsi əsasında konstruktiv həlli var. Bu konstruktiv həldə biz artıq hansı qalınlıqda armaturu, hansı marka betonu, qalınlığı və bundan əlavə bağlantılarda xamutlar olsun və yaxud rigerlərin paylanması olsun, ümumi fundamentin bünövrənin paylanması olsun. Biz bunlara mütləq şəkildə bu həllin əsasında və uzun müddətli təcrübəmizin əsasında biz bunu təyin edə bilirik. Amma var ki artıq, belə yenə deyirəm, burada keyfiyyəti azalan tək bir şey ancaq sərfiyyat azalmaq. Yəni, hansısa bir şirkət və yaxud da ki, fərdi bir prorab və yaxud da ki, misal üçün iş görən bir şəxs qazancı əldə etmək üçün müəyyən qədər sərfiyyatı azaldır. Yəni, bizi tanıyan və bizlə işləyən müştərilərimiz %100 şəkildə bilirlər ki, bizim icra etdiyimiz layihələrdə bu hallar birmənalı baş verir. Bu tərəfində deyim, özümüzü tərəfləmirik. Misal üçün, ustadır, insanlıq halıdır, bəzən primitiv, belə deyək də, açıq şəkildə desək, cüzi məsələlər olur ki, inşaatda bu olmalıdır, qaçınılmazdır. Bu insan əlidir də, bu texnika deyil ki, ilmə iş görsün. Amma qlobal problemlərdən heç bir halda söhbət gedə bilməz. Çünki biz inşaatı iş müddəti ərzində, inşaatımızda müəllif nəzarətini əksik eləmirik. Gündəlik olaraq ərazidə sahə rəislərimiz olur, işə nəzarət edən prorab olur və iş müddəti ərzində həftə içi öz tikintilərimə, öz hansı ki, müqavilə bağladığımız, layihə icraçısı olduğumuz layihələrdə işlərimizə nəzarət edirik və bu nəzarət nəticəsində də nəticələrimiz gözlənir. Belə. Bayaq qeyd etdiniz, maddiyyat düşünən keyfiyyətsiz məhsuldan az istifadə edən o şirkətlər Türkiyə nümunəsini burada çəkmək istəyirəm ki, zəlzələdə hər şey necə ortaya çıxdı ki, bəs bizdə əgər elə güclü zəlzələ baş verərsə, bu riski nəzərə alsaq, Azərbaycanda tikilən bu həmin yeni binaların bayaq dediyimiz kimi keyfiyyətsiz dayanıqlığı necə qiymətləndirərdiniz? Baxın, sizə belə bir söz deyim. 7 bal gücündə məsələn olsa o binalar aşa bilərdi. Bizdə də o bal gücündə əslində zəlzələ olubdur. 2000-ci illərdə də olubdur. Hansı ki, bu yaxın ərəfələrdə də zamanlarda belə cüzi də olsa zəlzələlər olub. Şükürlər olsun ki, bizdə belə deyək də, bu hallar digər ölkələrimizə nisbətən bizim yəni inşaat keyfiyyətimiz və inşaat qaydalarına olan nəzarət, hansı ki, dövlət səviyyəsində də var, ekspertiza var, Fövqəladə Hallar Nazirliyi nəzarət edir, tikintiyə nəzarət qurumlarımız var, yerli, misal üçün qurumlardır. Bizim keyfiyyətlərimiz düşünürəm ki, digər ölkələrə nisbətən daha üstün. Yəni, bunu hər kəsə şamil eləmək olmaz. Bəli, Türkiyədə yarana biləcək hansı ki, o problemin bir mənalı səbəbi tikinti keyfiyyətlərinin aşağı səviyyədə olması. Yəni, bunu ya hansısa icraçı şirkət mi deyim, və yaxud da ki, məsuliyyət daşıyan bir şəxs mi deyim, və yaxud da nəzarətsizlik mi deyim. Biz açıq mənsə müqavilələrimiz də var, göstərə bilərik, yəni fərdi şəkildə müştərilərlə bağlamışıq. İşin icraatı zamanı istifadə olunan mal materialın siyahısı və işin keyfiyyətində nələr daxildir, öncədən müştəriyə verilir, şəffaf şəkildə. Yəni, bu işdən anlayışı olmayan, ümumiyyətlə tikinti sahəsindən biliyi olmayan bir müştərimiz belə özü artıq öncədən evi hansı keyfiyyətdə tikiləcəyini belə deyək də bilir. Yəni, öncədən məlumat olur. Və bu şəraiti də yaratmışıq ki, iş müddəti ərzində müştəri
hansısa bir yoxlanış xarakterli, belə deyək də, bir yoldaşlığı gətirə bilər özü ilə və ya hansısa bir bilikli şəxsi gətirə bilər özü ilə. Var da, yəni öz yaxın bir qohumunu gətirən var və yaxud da hansısa bir iş görən icraçını gətirən var, hansısa bir prorablı memarı gətirən var ki, rahatçılıq vermişik müştəriyə. Yəni müştəri bilir ki, biz artıq inşaatımızı hansı keyfiyyətdə tikirik. Həm də özünüzdən də əmin olduğunuza görə. Bəli, tam əminliyimiz var. Çünki əminlik olmalıdır ki, bu iş. Bu sahədə ümumiyyətlə həmişə deyirəm, bu işin ən vacib burada məsələ tikinti sahəsi insan taleyidir. Düzdür. Yəni burada hansısa bir övladlarımız, hansısa bir analarımız, bacılarımız, qardaşlarımız, yəni bu insan taleyi ilə oynamaq olmaz. Yəni bunu mən həmişə mənim üçün əsas vacib şərt olub ki, bu sahədə biz əsas olaraq ən vacib amil bizim üçün keyfiyyət olmalıdır. Yəni bu keyfiyyəti də nəzərə alaraq işlərimizi davam edirik. Və bunu da deyim sizə də. Misal üçün bu yanaşmadan da sizə bir söz deyim. Keyfiyyətli işin də, keyfiyyətli belə deyək də dəyəri var. Yəni materiallardan başlayaraq və ustalarımızdan başlayaraq aydın məsələdir ki, bizim də iş müddəti ərzində xərclərimiz olur, əraziyə baxış keçiririk, gedirik, gəlirik, ofis işlədirik, iş işlədirik. Bu hallar da var. Yəni ki, müştərilərimiz bunu da nəzərə almalıdır artıq. Mən açıq deyim də, makler sayağı mənə müraciət eləyən o bayaqki yanaşmaya qayıdıraq ki, eyni anda 5 yerdə, 5 ünvanda sizə tikinti eləyirəm. Bunu aşağı, misal üçün eləyin, mən razıyım, mən qəbul eləmirəm. Çünki, yəni, məsələ bundan ibarətdir ki, mənim öz nüfuzum, öz şəxsiyyətim və öz xüsusi keyfiyyətlərim imkan vermir ki, yəni öz vicdanım imkan vermir ki, biz inşaat qaydalarında müəyyən normativləri pozuruq. Yəni, bunu məni tanıyanlar və bizim şirkətlə əməkdaşlıq edən hər bir şəxs tam olaraq dəqiq bilir məsələlər. Belə. Bəs tikintidə ən çox edilən və sonradan baha başa gələn səhvlər hansılardır? Birinci növbədə sonradan baha başa gələn səhvlər təmirdə artıq biriz özünü verir. Divarların düzgün tikilməməsi. Əyri falan olması. Əyri tikilməsi. Bundan əlavə diaqonalın düzgün tutulması. Misal üçün, layihələrdə qarşımıza çıxan müştərilərimiz olub, bizə müraciət ediblər, sonradan hansısa bir şirkətlə, belə deyək də, və yaxud da bir fərdi yoldaşla işləyiblər, bir müddətdən sonra gəliblər ki, Nurlan bəy, biz artıq sizdən davam eləmək istəyirik, mən elə işləri götürmürəm. Sökürəm, bəli, sökürəm, yarımçıq iş götürmürəm, söküb təzədən çıxmıyorum. Bu halda razısınızsa, yoxsa belə yox. Niyə? Təmirdə, yəni? Tikinti zamanı da olur, təmirdə də olur. Nəyə görə? Çünki biz burada istifadə olunan adi kommunikasiya xəttləri olsun, yəni burada elektrik naqillər olsun, burada su kanalizasiya boruları olsun, hansı keyfiyyətdə olunduğunu bilmirik. Yenidən sökülür. Yəni, bunun da ekspertizası maksimum səviyyədə mümkün deyil. Yəni, çünki bu açılıb baxılmadan mümkün deyil. Bugün su axıtmayan boru bir aydan sonra axıda bilər. Oradakı bağlantıların hansı keyfiyyətdə olduğunu bilmirik. Divarda istifadə olunan naqillərin hansı keyfiyyətdə olduğunu bilmirik. Yəni, əlimizdən keçməyən məsələlər sonradan problem yaradır. Amma öz daxilimizdə, bəli, bizdə də, misal üçün, sonradan yarana biləcək problem maksimal olaraq, tutaq ki, santi yarım 2 santi şkatur vurulacaqsa, misal üçün, biraz artıq vurula bilər, cüzi fərq yaranır. Amma divarlar əyri tikiləndə, beton düzgün tökülməyəndə, bundan əlavə fasadda diaqonal olmadığı üçün, fasadda müəyyən hansı ki, beton kolonlarımız olsun, kənara çıxışlar verilir, partlayır, belə deyək də, necə qarın verilir də, belə deyək, doğru dildə desək. Fasadda o düzgünlük nəzərə alınmayanda, bəli, ümumi tikintidə, ara kəsmələrdə, pola verilən betonda, patologunda, müəyyən yerlərində əlavə səhviyyətlər yaradır. Bu nə qədər az olsa, bir o qədər müştəri üçün, belə deyək də, yaxşı bir qaldır. Yaxşı bir qaldır. Bir də bu problemimiz var. Misal üçün, tikinti düzgün tikilməyəndə, yəni hansısa bir layihəmiz və yaxud da biz müştəriyə layihəni veririk, müştəri gedir hansısa özü məşğul olur, var, deyir ki, mən prorabam, illərdir tikinti sayəsindəyəm, nəticədə eyni büdcəni xərcləyir, hətta bizdən artıq xərcləyir. Yəni, sadəcə yanaşma bundan ibarətdir ki, burada biz artıq nəyi, harada istifadə edəcəyimizi bilirik və nəyin harada, hansı keyfiyyət verəcəyini bilirik və yaxud da harada hansı keyfiyyətsiz vəziyyət yarada biləcək, onu bilirik. Misal üçün, məmişlik məsələləri. Bugün demək olar ki, əksər layihələrimizdə var.
sırf deyək də, belə deyək də, əvvəlki vəziyyət, nəmişlik məsələləri. Bu həm də torpaq seçimindən asılı deyil. Bəli, torpaq seçimindən də asılıdır. Bu yaxınlarda misal üçün bir layihəmiz oldu, biz oranın başladığı inşaat qaydaları ilə misal üçün tikmək istədik, amma baxdıq ki, ərazidə torpaq sahəsi birmənalı şəkildə bütün ərazi demək olar ki, su orada yığışır. Suyun içində də mən inşaat işləri görmüşəm. Misal üçün orada artıq müəyyən qaydalar var. Maraqlıdır. Yəni restoran falan. Bəli, estakadalar olub, tikintilərimiz, misal üçün orada svay vurulub, birmənalı şəkildə metal konstruksiya ilə müəyyən hansı ki, keyfiyyətlər nəzərə alaraq tikinti işləri aparılır. Bu birmənalı ekspertiza nəzarətinə uyğun şəkildə, ekspertizadan keçilmiş qaydada biz normativ tələbləri nəzərə alaraq o tikintini apara bilərik. Yəni o tikinti sadəcə kör-körənə başlanıla bilməz. Bu dediyim kimi, nəzərə alınacaq bu hallar birmənalı tikinti keyfiyyətini azaltdıqları üçün sonradan təmirdə və yaxud da evin müəyyən bir müddət ərzində davamiyyətində problemlər yaradır. Misal üçün, yaşayış binalarında fasad düzgün izolyasiya olunmadığı üçün otaqların içində fikir verirsə şikayətlər var, nəmişliklər yaranır. Hansı ki, emulsiya vurulur, aboy vurulur, başlayır atmağa, qaralmağa. Bunlar nə ilə bağlıdır? Nəmişliklə bağlıdır. Divar düzgün deyil, adi düzgün işlənməyib. Misal üçün, baxırsınız estetik olaraq yerdə istifadə olunan patologda paduk olsun, yerdə istifadə olunan misal üçün o küçlüklər olsun. Ümumi diaqonalda belə deyək də problem yaradan məsələlər keyfiyyəti öncədən təyin etməməklərdir. Yəni bu səbəbdən də bu problemlərlə müştərilərimiz çox rastlaşır. Yəni gedişat belədir. Qiymət məsələlərinə toxunmaq istəyərdim. Son illərdə tikinti materiallarının qiymətində baş verən dəyişikliklər sizin sektora necə təsir edib? Yaxşı sualdır. Yəni bu qiymət məsələləri aydın məsələdir ki, ümumi bir vəziyyətdir. Yəni burada artıq biz əlimizdən heç bir halda heç bir məsələ gəlmir. Tikinti materiallarının qiymətlərinin qalxması birmənalı şəkildə bizim qiymətlərimizə də təsir edir. Yəni biz mütləq şəkildə qiymətlərimizi qaldırmalıyıq. Amma belə deyək də, ümumi götürəndə bu amil hər şeyə təsir göstərir tikintidə. Yəni bu istər betona da göstərir, istər ustaya da göstərir, hər bir şeyə göstərir. Bu qiymət məsələləri tək armatur, beton, ümumi materiallarla bağlı deyil. Qiymət məsələləri ümumilikdə dəyişir Azərbaycanda və yaxud da digər ölkələrdə. Yəni çünki bu yaranan vəziyyət artıq insanların yaşayış şəraitinə də istər-istəməz fikir verir, yol xərci olsun, dolanışıq olsun, gelib gəlmək olsun. Bundan əlavə bizim istifadə etdiyimiz mal materiallara, bizim öz qazanclarımıza, öz misal üçün xərclərimizə də təsir edir. Bu qaçınılmazdır yəni. İstər-istəməz qiymət dəyişikliyi olarsa, biz də artıq qiymətlərimizi qaldırmalıyıq. Amma maksimum dərəcədə uzlaşmağa çalışırıq. Çünki bəzən elə layihələrimiz olur ki, açıq deyim, belə deyək də, demək olar ki, çox cüzi bir belə deyək də, qazancdan biz o işi icra eləmişik. Endirim eləmişik. Bəli, endirim eləmişik. O da ki, belə deyək də, davamiyyətimiz olsun deyə, gedişatımız olsun deyə, hər vaxt qazanc olmalıdır deyə bir hal yoxdur. Yəni, olmadığı hallar da olur. Eyni bir tikintidə ümumiyyətlə qazancımız olmadığı hallar da olur. Yəni, bunu çox açıqlaya bilmərəm. Bunun səbəbi də ki, artıq belə deyək də, müştəri məmnuniyyəti mütləq şərtdir. Ola bilər ki, biz qarşı tərəfdə müəyyən keyfiyyət problemlərindən rastlaşdığımız halda belə öz keyfiyyətlərimizi aşağı salınır. Açıq deyək də, insanın keyfiyyətləri önəmlidir. Bir insanla, biz insanlarla işləyirik, biz müştərilərimizlə işləyirik. Bugün də bir məsələ var ki, yarana biləcək hansısa bir halda heç vaxt kimsə, təbii ki, ədalət göz önündədir. Hüquq mühafizə orqanlarımız var. Misal üçün, bu işdə dəstək olan yoldaşlarımız var. Hansı ki, qanun çərçivəsində hər şey həlli yolunu tapır. Amma məsələ budur ki, mən o force major halların yaranmağını sevmirəm. Yəni, bir müştəri gəlib desə ki, ucuz materiallardan ev tikin mənə, onu qəbul etməzsiniz onda? Təbii ki, etmirəm. Bundan əlavə iş müddəti ərzində müştəri yaranan narazılıqlar nədən ibarət olur? Yəni, iş müddəti ərzində müştəri əlavə kvadrat artımı varsa ödəniş etməlidir. Bundan əlavə mal materialı dəyişmə istəyirsə ki, bunların əlavə ödənişlərini etməlidir. Yəni, bu olmadığı halda biz öz qazancımıza girə bilmərik və yaxud da materialı azalda bilmərik. Biz bu force major hallar yaranmaması üçün öncədən müqavilə əsasında nəzərdə tutulmuş işçilik standartlarına uyğun olaraq və material standartlarına uyğun olaraq tətbiq olunan müqavilənin əlavəsi var.
Bu əlavədə artıq biz müştərilərimizə bu proses ərzində nəyi istifadə edəcəyik və hansı keyfiyyəti sizə verəcəyik, bu bəllidir. Dəyişmək istəyirsinizsə o olar. Misal üçün, bu gün misal üçün deyirəm, aksesuar olaraq bir qapı, 300 manatlıq bir qapı qeyd eləmişik. Təbii ki, bu təmir və tikinti paketlərimiz uyğun olaraq giriş qapısı, otaq qapısı, misal üçün. Müştərilərimiz var ki, deyir ki, qardaş, mən istəyirəm ki, burada 300 manatlıq qapı yox, məsəl üçün 1000 manatlıq qapını bəyənirəm və yaxud da 500 manatlıq qapını bəyənirəm. Əlavə ödəniş etməklə biz onu əldə edə bilərik. Misal üçün, onu ondan əvəz edə bilərik. Yoxsa, müştəri bunu başqa halda tələb edəndə artıq bu nağasılıqlar yaranır. Bu halların da qarşısını almaq üçün biz öncədən artıq şərtlərimizi belə deyək də razılaşdırırıq. Belə. Bəs bu gün ev tikdirmək daha sərfəlidir, yoxsa hazır ev almaq? Mən açığı özüm deyim ki, bu gün bu sahədə çalışmağımıza baxmayaraq, mən belə bir söz deyim sizə. Mən şəxsən hazır ev almaram. Siz özünüz də hazır ev satmırsınız onlara? Mən özüm də satış eləmirəm, özüm hazır ev almaram. Hazır ev satsam belə, necə ki, belə deyək, əminlik olması üçün, gəlin belə danışaq da, yəni şəffaflığı qorunmaq üçün. Bizim tikinti zamanı müştərilərin bir sualı var. Təbii ki, aydın məsələdir ki, hər kəs bir peşə ilə məşğuldur, hərə bir iş sahəsində çalışır və yaxud da vaxt məhdudiyyəti olur, biri, misal üçün, 10 gün, 20 gün gələ bilmir. Bu səbəbdən biz inşaat prosesini A-dan Z-yə, yəni başlanğıcından sonuna qədər bütün görüntülərini çəkir. Nə gözəl. Yəni, burada artıq beton tökülmə prosesi, atılan, hansı ki, fundamenti verilən armaturlar, sayı, qalınlığı, qazıntı prosesi, əlimizdə, belə deyək də, real kadrlarımız olur ki, müştəri var, deyək, qardaş, mən narahatam, bəli, buyurun. Yəni, artıq gedişatda planşetdə göstəririk müştərimizə ki, bu prosesdə, bu müddət ərzində bu işlər icra olunur. Mən satış elədiyim müştərilərimə belə, əgər satış üstündən məşğul olsam, eyni prosesi apararam. Yəni, bu bağlı olmamalıdır. Əgər burada bağlılıq varsa, yəni açıq şəkildə faktla müştəriyə bunu göstərə bilmiriksə, deməli, burada başqa nüanslar var. Yox, varsa ki, misal üçün, hansısa bir sahibkar və yaxud da iş görən bir yoldaş və yaxud da bir para, bir tikinti şirkəti şəffaf şəkildə işləyirsə, mən o hazır evi ala bilərəm. Yox, orada suallar varsa, mən onu ala bilmirəm. Mən özüm də bunu satış eləsəm, bu qayda deyil. Və necə ki, bizim səhifədə paylaşımlarımız var, Bakı tikinti inşaat, indi özünüz də görmüsünüz və özüm danışıram əksər hallarda. Bütün kadrlar hissə-hissə hamısı çəkilir. Yəni, müştəri var ki, deyir, qardaş, bəlkə siz bunu reklam xarakterli paylaşırsınız və yaxud da ki, belə. Deyirəm, qardaş, hamısının müqaviləsi də var, müştərilərlə də danışa bilərsiniz, hətta tikinti zamanı çəkilmiş kadrlar da var, yəni bu gizlədiləsi bir mövzu deyil. Düşünürəm ki, bu halda artıq hər kəs tam rahat hansısa bir evi ala bilir. Başqa məsələlərdə indi nə deyə bilərəm? Belə. Əgər bugün ilk dəfə ev tikdirəcək bir ailəyə cəmi bir məsləhət verməli olsaydınız, bu nə olardı? Verə biləcəyim məsləhət düşünürəm ki, birinci növbədə güvəndir. Mən özüm şəxsən güvənmədiyim heç bir şəxslə heç bir yola çıxmıram. Adətən müştəri güvənməlidir şirkətə. Bəli, güvənməlidir. Siz də müştəriyə güvənməlisiniz. Əgər o güvən, mən misal üçün götürək. Mən şirkət rəhbəri deyiləm və yaxud da ki, sadə bir şəxsəm. Kimləsə iş görmək istəyəndə fərqi yoxdur. Bax, mağazaya gedirik, nə bilim, nəsə alış-veriş eləyirik və yaxud da ki, hansısa bir tibbi məsələ ilə bağlı bir həkimə müraciət edirik və yaxud da nə bilim, bir maşın almaq istəyirik, digər məsələlərdə, yəni çoxsa davamlar. Bu halda birinci növbədə ağlımızı və şüurumuzu istifadə edərək qarşı tərəfə güvənimiz olmalıdır. Güvən nədən qaynaqlanır? Birinci, bəli, şəxsin özü ilə bağlı olan bir məsələdir. İkinci məsələdə, insani keyfiyyətlər yaxşı, super qaydasında. Bu müştəri, bu şirkət, müştəri yaxınlaşır şirkət rəhbərinə və yaxud hansısa bir şirkətə. Şirkət bizə güvənilir, nələr vəd edir, yəni ki, nələr verir bizə. Bunlar yaxşı söz əsasında qurulmuş cümlələrdir, yoxsa bu cümlələrin altında doğrudan da təsdiqlənmiş məsələlər var. Mən öncədən inşaat şirkəti ilə maraqlanaraq, birinci növbədə şirkətin borcları varmı? Yəni, hansı ki, vergi borcları olsun və yaxud da ki, nə bilim,
hansısa vətəndaşlara olan borclar olsun. Ən bu birinci məsələlər. ona Bəli. baxılmalıdır. Bunlar və ya da şirkətin rəhbərinin nüfuzu ilə maraqlanıram, görəm bunun adında misal üçün problemli məsələlər varmı, şikayətlər varmı, narahatçılıq varmı? Ən sonda onu da tikdiyi, əvvəl Bəli, tikdiyi mən şəxsən bunu maraqlanıram. Çünki əgər bir şəxs özünə hörmət edirsə, əgər üzr istəyirəm, ailəsinə, övladlarına sayğısı varsa, o vətəndaşın da zəhməti ilə qazandığı, o hansı ki ev tikmək üçün 5 manat pulu yox da, belə deyim, loru şəkildə deyək, o əziyyətini düzgün qiymətləndirməlidir. Yəni, öz övladına edə biləcəyi yaxşılığı kiminsə də övladına eləməlidir. Yəni, bunu eləmədiyi halda orada artıq davamiyyətdən söhbət gedir. vicdan və şərəf. Bəli, bu önəmlidir. Bununla da paralel olaraq məsələ biliklə də bağlı olan məsələdir. Burada təcrübə də var. Elə insanlarımız var ki, bilməyərəkdən yanlışlara yol verir. Yəni, bu inşaat sektoru, bu tikinti sahəsi hansısa biznesmenin edə biləcəyi bir sahə deyil. Əgər bu inşaat sahəsində təcrübən və biliklərin yoxdursa, bu sahədə vicdanın da olsa, yaxşı insan da olsa, irəliləyiş göstərə bilməzsən. Çünki burada artıq həm düzgün, belə deyək də, heyətlə işləməlisən, təcrübəsi olan insanlarla işləməlisən və burada da daimi şəkildə olaraq nəzarət eləməlisən. Heç vaxt bu boşluqlara yol vermək olmaz. Yəni, yenə demək istəyirəm, bu sahədə ən əsas şərtlərdən biri, birinci növbədə hansısa bir işi görən yoldaş, hansısa bir işi görən, misal üçün, vətəndaşımız, inşaat sektorunun, şirkətin özünü maraqlanmalıdır, şirkətin rəhbəri maraqlanmalıdır və plus da ki, şirkət bizə nələr verir, hansı keyfiyyəti verir və şirkətin, mən müştərilərimizə bunu da demişim. Deyirəm ki, qardaş, bax, belə bir şey deyil. Müştərilərlə işlər görmüşük, tikintilər eləmişik. Real vəziyyətdə bizim işi təhvil verdiyimiz layihələrin ev sahiblərindən də danışa bilərsiniz. Hamısından münasibətlərimiz o qədər yaxşıdır, dostlaşmışıq, eləsi var ki, səmimi münasibətimiz yerində qalır. Yəni, bu nədən qaynaqlanır? Artıq biz öz üzərimizə düşən vəzifəni düzgün şəkildə icra eləmişik. Güvən, etibar qazanmışıq. Güvən, etibar məsələsi. Belə, bu qədər. Məsələn, bu yaxınlarda küləkdən 3 gün evlər tikirlər, kotec Afrey. O haqda da, bəli, doğrusu toxunacaq. O haqda istəyərdim. Danışasınız ki, bəzi vətəndaşlar həm ucuz başa gəlirdi, həm modern üsulubdadır. Ümumiyyətlə, keyfiyyət baxımından digər evlə müqayisədə necə qiymətləndirərdiniz o evləri? Belə deyim, elə yaxşı toxundunuz. Afrey layihələrin müasir bir forması deyil. Belə tikintilərimiz olur. Ümumiyyətlə, Afrey anlayışında, baxın, müştərilərimizi maraqlandıran nədir? Birinci növbədə mən sevmirəm, açıq deyim bu yanaşmanı. Çalışdığım qədər də o müraciətlərə cavab verirəm. Yəni, bugün dediyim ki, mən öncədən bir tikinti şirkətinə yaxınlaşsam və yaxud da tikinti niyyətim olarsa, birinci növbədə şirkəti maraqlanaram, şirkətin rəhbərini maraqlanaram və keyfiyyəti maraqlanaram. Məsələ nədir? Verilən suallar birinci. Hansı qiymətə tikirsiniz? Qiymət nədir? Yəni, ən çox eşitdiyimiz sual qiymətdir. Yəni, bilirsiniz necədir? Bu bazarda biz 5 manatlıq bir işi 15 manata görə bilmərik. Yəni, standart onda. Bəli, ümumi bir standart var da, aydın məsələdir. Telefon kommunikasiya dövrüdür, ümumiyyətlə internet, sosial şəbəkələrdə şirkətlər var və yaxud da ki, Google-da istənilən, belə deyək də, poisk verməklə, axtarış eləməklə qiymətləri bilmək olur. Yəni, belə deyək də, artıq əvvəlki vaxtlara nisbətən nəyisə cavabını tapmaq çox rahatdır. Bu birinci məsələ. Bu qiymət məsələləri o problemləri çıxardır. Bugün müştəri yaxınlaşır bizə, misal üçün, bir layihənin üzərində hesabat edirik, smetasını çıxardırıq, qiymət razılığımız olur ki, tutaq ki, misal üçün götürürəm, 10.000 manata biz bu işi, 5 manata bu işi icra edəcəyik. Yaxınlaşır hansısa bir yoldaşım, mən sən onu 3 manata eləyərəm. Bu başlayır artıq keyfiyyət azaltmağa, başlayır burada standartlardan kənara çıxmağa, yəni daşı daş üstünə qoyanda durur. Əvvəlcədən deyim də, yəqin ki, o vaxtı nə beton var idi, nə sement var idi. Əvvəlki dövrlərdə götürsək, dədə-baba evlərimiz hamısı da elə qalırdı da, uçmurdu da. Hətta Nizami Gəncəvinin Bəli. Köhnə sahibi, yəqin ki, yadınızdadır bunlar. Yəni,
Burada da indiki vəziyyətdə də daşı daş üstünə qoysaq, müəyyən qədər istifadə, palçıqdan istifadə eləsək bu dayanacaq. Amma bu təbii fəlakətlər var. Külək olsun, yağış olsun, dam ən önəmli məsələdir. Bir binanın da, ümumiyyətlə bir tikintidə modern evlər deyirik. Modern evlərdə gizli dam olsa belə, mən o gizli damı təkid edirəm, mütləq şəkildə belə deyək də, müştəri ilə tələb edirəm ki, olsun. Gizli dam. Bəli, o gizli dam belə olsa olsun. Çünki parapet tikilir üst hissədə gizli dam vurur. Yəni teras eləmək istəyirsinizsə, teras olunmağın da qaydaları var. Yuxarıda misal üçün orada bunun trap sistemi mütləq şəkildə qurulmalıdır. İzolyasiya sistemi olunmalıdır. İsti soyuğa qarşı davamlı materiallar istifadə olunmalıdır ki, evin üst hissəsini teras edək. Amma bu olmayacaqsa, orada sadəcə betonla qalmır. Bəzən kəmər deyirlər olmayanda evdə mansar və yaxud da ikinci mərtəbə tikmək mümkün deyil. Bəli. Sonradan kəmər anlayışı bəli var idi, amma taxtalarımız əvvəlki kimi qalın keyfiyyətdə gəlir. Mən düşünürəm ki, biz ümumiyyətlə bütün layihələrimizdə fundament, birinci mərtəbənin pol hissəsi və tavan. 2 mərtəbə tikiriksə, bütün döşəmələri beton edirik. Bizdə yəni ümumiyyətlə kənar anlayışı ancaq lentfəli şəkildə fundament bir növrədə olur. Və yaxud da ki, ümumi bir növrədə biz tava sistemi deyirik, komple katlavan qazı betonumuzu deyirik. Bəs sonradan tikilmiş evin ikinci mərtəbəsini qaldırmaq üçün? Qaldırmaq üçün onu öncədən yoxlanış edilməliyik. Misal üçün var ilə layihələrimiz, yenidən qurma işləri görmüşük və artırmalar eləmişik. Əlavə yük daşıyıcı kolonlar olmalıdır, fundamentə gücləndirilmə verilməlidir. Söküntü işləri düzgün şəkildə icra olunmalıdır. Atılan arakəsmələrdə misal üçün məsafələr aşırılmalıdır, çoxca əlavə dayaq olaraq kolonlar əkilməlidir ki, yuxarı mərtəbəni daşıya bilsin. Amma çox vaxt belə deyək də, o evi söküb tikmək ondan daha uyğun başa gəlir. İndi elə müştərilərimiz də var ki, misal üçün istəmir ki, belə deyək də, o bir məziyyət baş versin. Biz də ona görə də mövcud vəziyyəti saxlayırıq. Misal üçün, Allah şəhidlərimizə rəhmət eləsin. Bizim İlqar Mirzəyev, milli qəhrəmanımız, o bir yaxşı, gözəl insan idi. Bizim onunla bir tanışlığımız yaranmışdı, bu işlə bağlı bir münasibətimiz yaranmışdı. Allah şəhidlik zirvəsinə olmuş, Allah rəhmət eləsin. Biz orada onlarla bir iş birliyimiz vardı ki, hansı ki İlqar Mirzəyevin evini tikmək şərəfinə mən layiq oldum. Hansı ki, bəlkə də indi bu haqda biraz belə deyək də, tam danışanda biraz kövrəlirəm, gözəl insandır həqiqətən də, Allah rəhmət eləsin. O müddət ərzində 2 mərtəbəli bir ev almışdılar, həyat içində belə. Biz onu yenidən söktük, bərpa elədik. Baha başa gəlir belə proseslər. Əslində deyərdim ki, elə bizdən çox razı qaldılar. Allah xoşlar olsun, nə lazımdırsa elədik. Rəhmətliyin sağlığında eləyə bilmədik, amma sonradan o işləri gördük. Və gözəl bir layihə çıxdı ortalığa. Səhifəmizdə də elə paylaşım eləmişik. Orada indi belə deyim də, yəni baxır hansı proyektdə, misal üçün... Məsələn, sökəndə o materiallar sağlam qalır, yenidən istifadə edirsiniz o materiallardan. Misal üçün, söküntü zamanı daş müəyyən qədər rol oynaya bilir ki, onu biz yük daşıyıcı hissələrdə yox, ara kəsmələrdə istifadə edə bilirik. Bundan əlavə, belə deyim, istifadə olunan materiallar orada dam materialıdır, taxta çox vaxt olur ki, reyka vəzi istifadə olunur. Amma belə əksər materiallar demək olar ki, yararsız olur. Çünki uzun müddətdə baxır hansı vaxtda tikilib. Yəni yeni vaxtda tikilibsə, materialları yaxşıdırsa istifadə oluna bilər. Yox, əgər köhnə tikilibsə, yararsız vəziyyətdədirsə, çürüyübsə taxtası, nə bilim daş öz keyfiyyətini itiribsə, istifadə etmək məncə düşünürəm ki, məqsədə bunu deyil. Bəs müştərilər sənədsiz torpağı alır, məsələn, orada ev tikilmək istəyəndə necə? Evlər tikimisiz heç? Bələdiyyə sənədi olsun. Baxın, biz müraciət əsasında öz fəaliyyətimizi icra edirik. Tikintiyə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tələb olunan layihələrin, hansı ki, tikintilərin layihələndirilməsindən bağlı bizim lisenziyamız var. Əgər tikinti icazə mümkündürsə və orada inşaat aparmaq, belə deyək, mümkündürsə, inşaat prosesinə həyata keçirmək mümkündürsə, biz böyük məmnuniyyətlə işləyirik. Amma elə ərazilər var ki, bəli, orada artıq tikinti icazə verilmir, heç biz orada istəsək də neysə bir şey edə bilmirik.
Bu bizim Siz araşdırırsınız onda, baxırsınız ki. Bəli, baxırıq da, biz də istər-istəməz bu sahədə çalışırıq. Biz də bununla bağlı açıq deyim də, araşdırma məlumdur artıq. Dövlət standartları var, qanunvericiliyə uyğun olaraq qaydalar var. Çünki qanunsuz evlər Bakı kənarında olduqca çoxdur, sənədsiz evlər. Sənədsiz evlərin çox olması, belə deyək də, bu öz başına tikirlər deyək də. Yəni bunlar necə gəldi, tikiblər. İndi bununla bağlı da Cənab Prezidentin sərəncamı da var ki, sənədsiz evlər sənədləşdirilsin. Təbii ki, bunlar birmənalı şəkildə indi mülkiyyətə alınacaq. Amma hansı ki, icazə verilməyən tikintilərdə bizim bir fəaliyyətimiz olmur. Əksər hallarda biz müştəridən torpağın mülkiyyətini təsdiq edən sənədi istəyirik. Tikintiyə icazə ilə bağlı bugünkü gündə yeni qaydalarla, hansı ki, bir pəncərə sistemi vasitəsilə portala müraciət edirik, elektron qayda icazə təminatını edirik. Və layihə əsasında tikinti prosesini həyata keçiririk. Yəni gedişatımız belə formalaşır. Amma burada artıq sənədsizlər torpaqlardan gedirsə, icazə mümkün olmadığı hallarda bu işləri görmək təbii ki, bizim tərəfimizdən mümkün olur. İndi kimin ki, belə deyək də, açıq deyim də, icazəsi varsa və yaxud da ki, hansısa bir qaydada icazə alıbsa, bizə inşaat prosesini həyata keçirdə biliriksə, onda biz işimizi görürük. Amma yox, bizimlə, özümüzlə bağlı şəxsən müraciətimiz olur. Ancaq müraciət rəsmi qaydada və elektron, belə deyək, icazəni təmin etmək. Sizcə gələcəyin evi necə olacaq? 10-15 ildən sonra tikinti sektorunda hansı yeniliklər görəcəyik? Bugünkü gündə açıq deyərdim də, istər-istəməz zaman dəyişir, dövr dəyişir. Artıq ağıllı evlər, yəni misal üçün giriş qapılarında mı olsun, adi bir hərəkətlə, misal üçün sensor işıqlar yansın, sürünsün, havalandırma. Yəni düşünürəm ki, gələcəkdə evlər belə olacaq, amma həmişə neoklasika, həmişə bu belə deyək də, əvvəlki dəbdən düşməyən evlərimiz var ki, düşünürəm ki, bu həmişə olacaq. Bu zövq məsələsidir. Artıq bu gün də o tələbləri istəyən müştərilərimiz var. Daimi, belə deyək də, o qədimi üsluba daha çox üstün verən müştərilərimiz də var. Amma düşünürəm ki, əksər evlər artıq belə deyək də, ağıllı ev sistemi ilə təmin olunacaq. Çünki hər şey kommunikasiya dövründə artıq düşünürəm ki, keyfiyyətlə bağlı müştərilər biraz daha çox əziyyət çəkmək istəmir. Deyir ki, hər şey əlinin altında olsun, hərəkəti azaldır. Amma məncə hərəkət nə qədər çox olsa, düşünürəm ki, insan sağlam olur. Sonda tikinti sahəsində uğur qazanmaq istəyən gənclərə nə tövsiyə edərdiniz? Mən birinci növbədə tövsiyəm təhsil sistemində köklənməkləri olsun. Çünki bilik hər zaman insan əlindən tutulur. Siz Azərbaycanda almışsınız təhsili? Bəli, öz təhsilimi Azərbaycanda almışam, diplomlarım var. Bununla bağlı, belə deyək də, təcrübə müddəti keçmişəm və inşaat sahəsində də praktiki olaraq təcrübə daha üstündür. Amma birinci növbədə hansı təhsil sahəsindən oxumağından asılı olmayaraq, hər bir belə deyək də, gənclərimizin hər birinə birinci növbədə təhsili düzgün şəkildə almaqlarını və yaxşı təhsil almaqlarını, oxumaqlarını, yəni bilik savadlarını daha irəliyə doğru aparmaqları, misal üçün məsləhət görürük, tövsiyə edirik ki, gələcəkdə hər bir sahədə bu lazım olur. Yəni, bu insanın adi gündəlik fəaliyyətində də lazım olur, işində də lazım olur, hansısa bir xarici ölkəyə gedirsən, orada da lazım olur. Dil biliklərini artırmaqlarını məsləhət görürüm mütləq şəkildə. Tikinti sayəsində birmənalı olaraq birinci növbədə təhsili, ikinci növbədə praktika deyirik, hansı ki təcrübəsi və bu təcrübə də artıq belə deyək də, harada formalaşmağından asılıdır. Ustanın əlinə baxaraq öyrəndim deyən şəxslər var. Bəli, o elə deyil də. Yəni bir işi misal üçün sınavdan keçirmədiyin halda, yəni o öz bəhrəsini verə bilməz. Bizim də səhvlərimiz olur, bizim də yanlışlarımız olur. Yəni bu artıq uzun illər bundan öncə olur. Bugünkü gündə artıq hər şeyi belə deyək də öz axarında, öz keyfiyyətində aparır. Bu səbəbdən də düşünürəm ki, artıq o narahatçılıqlar, o məsələlər baş vermir. Bu da artıq o təcrübənin, o biliklərin, o savadın və düzgün heyətin, düzgün seçimin nəticəsidir. Mən sizə çox təşəkkür edirəm. Yəni, inşallah ki, növbəti görüşlərimizdə daha, belə deyək də, detallı danışarıq. Məncə, belə deyim, bu sahədə mən şəxsən bir vətəndaş olaraq öz millətimə və öz milliyyətimə hörmət edirəm. Yəni, öz sayğımı və sevgimi əsirgəmirəm. Yəni, bu bizim işimizdir. Bu sahədə biz əgər müəyyən bir
pillənin müəyyən bir addımları daha da formalaşdırmalı üçün daha düzgün addımlar atmalıyıq və hər şey təməlindən düzgün başlamalıdır. Yəni adi belə götürək, ailə dəyərləri olsun, dostluq olsun, qohumluq əlaqələri olsun, iş münasibətləri olsun, digər münasibətlər olsun, hər şeyin təməli hansı qaydada qoyulursa, o keyfiyyət bir o qədər də uzun müddətli və daha belə deyək də yaxşı olur, daha nəticələr daha üstün olur. Bizim sahədə də belə. Təməlindən başlayaraq, ta ki işin sonuna qədər keyfiyyəti azaltmaq olmaz. Yəni bu hallar qorunduğu müddətcə düşünürəm ki, həmişə yaxşı nəticələr olacaq, uğurlar olacaq və hər şey daha da yaxşı olacaq.